Hər birinizi salamlayıram. Bugün bildiyiniz kimi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Öyrədərək Öyrənirik Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Mind Odyssey regional intellektual turnir layihəsi çərçivəsində bir araya gəlmişik. Bu günləri yarış çərçivəsində sonuncu EG qrupunun oyunları keçiriləcək. Buna qədər 4 qrupda A, B, C və D qrupun oyunları baş tutmuşdu və hər qrupda ən yaxşı nəticə göstərən 2 komanda yarı finala vəsəq qazanmışdı. Bugün isə son 2 yarı finalçı bəlli olacaq. Yarışımız nə arada, nə zaman formatında keçirilir? Ən məşhur formatlardan biridir. Format gərəyi olaraq sizə 15 sual təqdim olunacaq. Hər sual səsləndikdən sonra 1 dəqiqə sizə vaxt veriləcək ki, düzgün hesab etdiyiniz bir variantı cavab kartınıza qeyd edərsiniz. Cavab kartlarına həmçinin komandalar öz adlarını da yazmağı unutmasınlar. Bu çox vacib məqamdır. Digər vacib olan isə cavab vərəqlərinə yalnız və yalnız bir doğru hesab etdiyiniz variantı yazmağınızdır. Bir neçə variant yazacaqsınızsa o doğru qəbul olunmayacaq. Hətta onlardan biri doğru olsa belə. Bundan əlavə əsas qeyd etmək istədiyim məsələ odur ki, layihənin baş tutmasında dəstəkçilərimiz var. Qazax Tovuz Regional Təhsil İdarəsinə, həmçinin Gənclərin Şəfq Karyera Mərkəzinin Qazax Tovuz Regional nümayəndəliyinə, eləcə də Qazax Gənclər Evi Sosial Xidmət Müəssisəsinə dəstəklərinə görə minnətdarlığımızı bildiririk. Mən deyəcəklərim bu qədər. Ümid edirəm ki, yarış sizin üçün maraqlı keçər. Bütün komandalara uğurlar arzu edirəm. Məncə artıq başlaya bilərik. Kimsə sualı var? Yoxdur, tamam. Başlayalım. Uğurlar uşaqlar. Suallar bildiyiniz kimi ümumi dünya görüşünü əhatə edir. Həm sizin dünya görüşünüz, həmçinsə məntiqi təfəkkürünüz, hadisələr arasında bağ qurmaq, ipuzlar arasında bağ qurmaq qabiliyyətiniz sizə düzgün cavabı yazmağınıza kömək olacaq. Və məqalələrdən biri tağ sırası ilə çərçivələnmiş eyvanlarından bəhs edir. Əsli müqaviləsi barədə məqalədə də buranın adı çəkilir. Buranı 2 sözlə cavab kartınıza yazın. X-i canlandıran Adil İskəndərov isə piti yeyildi. X-i bir sözlə tapın. Yerin adı yoxsa şəxsin adı tapın? Yox, siz X-i tapın. Vaxtın. Bir komandada məntiqi doğru tapıb, Heydər Əliyev həm ziyarət, həm ticarət filmində Şəkidən olan coğrafiya müəllimi canlandıran Hacı İsmailova Şəkil deyə müraciət edir. Başqa bir filmdə də Adil İskəndərov yenə bir şəkil obraz canlandırır və piti yeyildi. Afərin olsun komandasının Prezident İlham Əliyev Sabirabadda Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldikdən sonra bunun tədarükünün 3 dəfə artdığını qeyd edir. Mikail Müşfiq bununla bağlı bir xatirəsində Özbəkistandan gələn qonaqlarından danışır. Bunu yazın. Özünüz yəni. Bu sual bir dəfə əsaslanır. Başqa yarışlar olur. Yox. Bayılıq qılınçları, svors yazılmazdır, siz nə yazırsınız? Svors yox. Nəysə, pambıq yazılır. Sualın doğru cavabı məhz pambıq idi. Olurdu. O, məxfi danışıqlar zamanı bəzi silahların adını dəyişərək kod adlarından istifadə edirdi. Onun Mələklər Kralı adlandırdığı silahın əsl adını bir dəqiqə ərzində tapın. Silah Bağlamı filmində Nikolas Cage'in qəhrəmanı silah satışı ilə məşğul idi. O, məxfi danışıqlar zamanı bəzi silahların adını dəyişərək kod adlarından istifadə edirdi. Onun
Mələklər Kralı adlandırdığı silahın əsl adını bir dəqiqə ərzində saxlayın. This is very nice. On 15 saniye kaldı. Komandalardan birinin variantı doğruya çox yaxındır, ancaq dəqiqləşdirilməsinə məncə ehtiyac var. Bu ulduz komandasıdır. Ulduz komandasına əlavə 10 saniyə verir ki, cavabı dəqiqləşdirsin. Cavab təşkilinə verir. Xeyr. Nə sonra elə bir şey görürük. Bəli, doğru cavabdır. Söhbət avtomat Kalaşnikovdan gedir. Mələklər Kralı necə səslənir ingiliscəsində? Angels King. Baş hərfləri nə olur? A-K, yəni A-K. Ulduz komandasını təbrik edir. Birincidə Kalaşnikov yazsa, ikincide mənfiğimiz sualdır. Kimdir şu an? Varsa. Fars sultanı 2 nəfəri ölümə məhkum edir. Onlardan biri həyatda qalmağının əvəzinə sultanın atına 1 il ərzində uçmağı öyrədəcəyini vəd edir. İkinci məhkum bunun faydasını soruşan zaman birinci cavab verir. Mən 4 şans əldə etdim. Birinci, 1 il ərzində sultan ölə bilər. İkinci, at ölə bilər. Üçüncü, mən ölə bilərəm. Dördüncü fikri isə siz tamamlayın. Fars sultanı 2 nəfəri öləsini soruşan zaman birinci cavab verir. Mən 4 şans əldə etdim. Ya 1 il ərzində sultan öləcək, ya at öləcək, ya mən öləcəm. Dördüncü variantı isə siz tamamlayın. İki dəfə daha da səslərim. Dostum, sən yazmırsansa mənim günahım nədir? Yirmi saniye. Uşaqlar, variantlarınız məntiqi deyil. Məntiq nədir? Bax, 4 dənə bir variant var. Orada neçə nəfər var? 3 nəfər var. Və proses nədən bəhs edir? Atın uçmağından, belə deyil. Birinci variant deyil, ya şah ölər, mənə heç kimi mühakiməyəniz. İkinci deyil, ya at ölər, heç kimi uçmağı öyrətməyə ehtiyacında qalmaram. Dördüncü də, özüm ölərəm ona kimi, heç ondan sonra məni edam eləsələr nə olmaz. Yəni, bu məsələ sıradan çıxır da, əzablı ölümdən bir təhər canını qurtarmış olur. Dördüncü variant biraz ehtimalı az olan, amma real variant. Dövlətin dağılması. Dövlət niyə dağılmaz? Dövlətin dağılması real deyil abi. 1974-cü ildə prinsipial yeni memarlıq konstruksiyalarının kəşf edilməsi prosesində yaranmışdır. 1980-ci ildə onu Gordi düyünü adlandırmışdılar. Hamımıza oyuncaq kimi tanış olan bu X-in adı nədir? X 1974-cü ildə prinsipial yeni memarlıq konstruksiyalarının kəşf edilməsi prosesində yaranmışdır. X 1974-cü ildə prinsipial yeni memarlıq konstruksiyalarının kəşf edilməsi prosesində yaranmışdır. 1980-ci ildə onu Gordi düyünü adlandırmışdılar. Bəs çoxlarına oyuncaq kimi tanış olan X-i biz hansı halda tanıyırıq? Bunu həll etmək nəsə biraz qəlizdir. Üstəgəl mən sizə xeyli ipucu olaraq dedim ki, bir çoxumuz bunu oyuncaq kimi tanıyır. Çünki həm oyuncaq dükkanında, həm məktəb ləvazimatları satan yerdə buna rast gəlmək olur. Söhbət Kubik Rubik'dən gelir. Rus komandasının cavabı doğrudur. Lego şirkətdir, elə o
maraqlı növbəti sualımız belədir. Amerikada yerləşən bir elmi tədqiqat institutunun alimləri özlərini zirvə adlandırırlar. Bu alimlərin işlədiyi institutun qarşısında 8848 zirvə alimləri ifadəsi yazılır. Bəs bu alimlərdən dünyaca ən məşhurunun soyadı nədir? Vaxt getdi. Hamı verdi cavabları və hamınız da doğru təxmin edirsiniz. Söhbət Everestdən gedir. Rəqəm elə uzundur, dünyanın ən büyük zirvəsi olan Jomolungma və yaxud Everest zirvəsindən. Amma əslində bilmirəm, bilirsiniz ki, o hər il müəyyən qədər artır. Yol kənarında, üzərində çətir şəkli olan işarələrə rast gəlmək mümkündür. İngilislər hətta yayda da özləri ilə müvafiq olaraq çətir gəzdirirlər. Bəs bu çətirlər yerli sakinlərin nəyinə lazımdır? İngiltərədə yol kənarında üzərində çətir şəkli olan işarələrə rast gəlmək mümkündür. İngilislər hətta yayda da özləri ilə müvafiq olaraq çətir gəzdirirlər. Bəs bu çətirlər yerli sakinlərin nəyinə lazımdır? Ola bilər. Nəyinə lazımdır? Siz səbəbini yazırsınız, mən də baxıram, qəbul edəcəm. Niyə gəzmişsiniz? Vaxtdır. Feniks sağ. Vereceğiz. Uşaqlar, yağışdan və günəşdən qorumaq çətirin ilkin funksiyasıdır. Amma burada əlavə bir məna yüklənir. Yolun kənarında çətir şəkli olan yerlər var idi. Bəziləri sən o işlərlə olmayanda, əllərində çətir olanda, yolun kənarında dayananda bu məqsəddə olduqları bəlli olurdu. Dönə-dönə niyə yolun kənarında oldu? Nə üçün olanlar? Nə? Susuz İsrail başı. Bəli, taksi. Taksi saxlamaq üçün. Taksi saxlamaq üçün çətir. Çətir işarəsi, bəli, hamısı səhvləşir. İstəmirəm eləsin. Bəli, doğru tapdınız, söhbət göy quşağından. sual. Səsləri 5 xal, 5 xal, difai qılıncları və ulduz. Feniks səbəb sual. Mikail adlı şəxs Bakıda hamam tikdirir. Maraqlıdır ki, uzun müddətdir Bakılılar hamama müraciətdə bu personajın adından istifadə edirlər. Bu personajı yazın. 18-ci əsrdə Ağa Mikail adlı şəxs Bakıda hamam tikdirir. Bakılılar maraqlıdır ki, uzun müddətdir hamama müraciətdə bu personajın adından istifadə edirlər. Bu personajı tapın. Ağa Mikail adlı şəxs hamam tikdirir. Bakılılar hələ də hamama müraciətdə bu personajın adından istifadə edirlər.
Vaxtdır. Gəldiler. Ağam Mikail Bakıxanov, mən işlərə beraber. Tanıyırsınız? Sallayırsınız. Personaj Məşəri İbadəli. Y qrupunun oyunları başa çatdı. Qazaxların Ağköynək Kənd Orta Məktəbinin Phoenix komandası 4 xalla sonuncu oldu. Təəssüf ki, növbəti mərhələ vəsəq qazanmırlar. İştiraklarına ötürü komandaya təşəkkür edirik. Digər iki komanda Qazax şəhər Mehdi Hüseyin adına Texniki Humanitar Liseyi Difai Qançları komandası, eləcə də Ağstafa şəhər Texniki Humanitar Təmayüllü Liseyin Ulduz komandası 6 xal toplayaraq yarım finalçı oldular. Yarım final oyununa sabahları səhər saat 11-də başlayacaq. Gecikmə olmaz. Gəldiyiniz bu heyətlə gəlirsiniz, iştirak edirsiniz.